Siyasi təqiblərdən sonra Oppenheimer akademik fəaliyyətinə geri döndü. O, 1947-ci ildən bəri rəhbərlik etdiyi Princetonda yerləşən Əsas Tədqiqatlar İnstitutunda direktor vəzifəsində qaldı. Burada o, fizikanın fəlsəfəsi, elm və cəmiyyət arasındakı əlaqələr mövzusunda mühazirələr oxuyur, yazı yazırdı. Robert Oppenheimer 18 fevral 1967-ci ildə xərçəng xəstəliyindən vəfat etdi. 2022-ci ildə ABŞ Energetika Nazirliyi 1954-cü il qərarının qüsurlu prosedur əsasında verildiyini etiraf edərək Oppenheimerin təhlükəsizlik icazəsinin ləğv qərarını rəsmi olaraq ləğv etdi və bununla da onun adına bəraət qazandırdı. Oppenheimerin mirası atom enerjisinin iki qat xarakteri ilə yaşayır. Atom bombası 2-ci Dünya müharibəsinə son qoysa da nüvə əsrini başlatdı. Bugün atom silahları beynəlxalq siyasətin əsas qoruyucu amilidir. Oppenheimerin kəşfi həm də sülh məqsədləri üçün istifadə olunur. Nüvə reaktorları dünyada elektrik enerjisinin böyük bir hissəsini təmin edir. Oppenheimerin hekayəsi elmin yalnız bilik deyil, həm də dərin etik məsuliyyət gətirdiyinə dair güclü bir xatırlatmadır. Onun yaratdığı qüvvə bəşəriyyəti həm yoxsul, həm də zəngin edə biləcək bir ikili mirasa çevrilib.